de Borçalı güzellemesine. Gürcistan-Azərbaycanlılarının məlumat platforması icma olaraq bugün Bolnisinin Saraçılı kəndindəyik. Saraçılıda Aşıq Hüseyin Saraçılının evinə qonaq gəlmişik və bugünkü sujet onun həyatı, yaradıcılığı və hal-hazırda ev muzeyi kimi fəaliyyət göstərən məhz bu məkanda olacağıq və onun təbii ki Gürcistan Borçalı aşıq sahəsində öz unikal bir yeri var idi və bu haqda bizim izləyicilərimizə geniş bir məlumat verəcəyik. Hal-hazırda biz Aşıq Hüseyin Saraçılının evindəyik və bizi evində Gürcistanın Borçalının aşıq sənətinin araşdırmacısı və 20-dən çox bu haqda kitab yazmış Mahmud Kəmaloğlu qarşılayır. Mahmud bəy, sizi salamlayıram, xoş gördük. Və Mahmud bəy Borçalı aşıq sənətinin demək olar ki, əsas araşdırmaçılarındandır və bu haqda bizim icmaya geniş arxiv məlumatları təqdim edir. Təbii ki, təşəkkür edirik sizə bu fəaliyyətiniz üçün. Təbii ki, bunları yaşatmaq, qorumaq özü böyük bir qəhrəmanlıqdır və bugün biz gəldik Bolnisiya Saraçılıya, Aşıq Hüseyin Saraçılının evinə və qeyd etmək istəyirəm ki, bu il artıq Hüseyin Saraçılının yubileyidir və o münasibətlərində təbii ki, istəyirik ki, icmamıza bu haqda geniş bir məlumat verək. Xoş gəlmişsiniz Samira xanım. Təşəkkür edirik ki, siz Gürcistanda yaşayan aşıqlarla bağlı silsilə verilişlər hazırlayırsınız. Buna görə bir daha sizə minnətdarlığımızı bildiririk. Hüseyin Saraçılının bu il 110 illiyi idi. Əlbəttə 150-yini də qeyd elədik. Tiflis şəhərində beynəlxalq elmi simpozium oldu. 10 ölkədən nümayəndə dəvət olunmuşdu. Sonra ikinci gün isə Marneyl şəhərində biz davam etdirdik. Böyük kütlənin iştirakı ilə ziyalılar, o cümlədən rəsmilər və s. Hüseyin Saraçılı bu evdə böyüyübdür. Bu ev onların şəxsi evidir. Bu evdə onun həmişə qonaqları, məşhur şəxsiyyətlər, ünlü aşıqlar burada gəlib, burada iştirak edibdir. Burada onunla oturub söhbət edibdir. Hüseyin Saraçılının evi indi biraz gördüyünüz kimi artıq baxımsız vəziyyətdədir. İnşallah, yəqin ki, bunu bizim bu verilişin çəkdiyimiz bu verilişdən sonra sazımıza, sözümüzə rəğbət olan, bəsləyən sazı, yəni bilirsiniz ki, Borçalılar əsasən sazla, sözlə nəfəs alıb. Ümumiyyətlə, Türk dünyasında saz elə Türkiyələrdən saz əlində olubdur. Saz bizim əzəli və əbədi olan bir musiqi alətimizdir. Və bundan sonra yəqin ki, onların bizə bir xeyir duası, yəqin bir nəyisə də deyib, bu evi biz Ustad Aşıq Kamanlarınki kimi belə bir ev muzeyinə çevrilməyini çox həsrətliklə gözləyirik. Əlbəttə, çox istəyərdik ki, biz də icmamıza Hüseyin Saraçılı kimi böyük bir şəxsiyyətin, yəni də olduqca, təbii ki, öz sənətində olduqca böyük bir şəxsiyyətdir və onun adına layiq bir bugün burada muzey olmalıydı. Bizim üçün əlbəttə ki, çox təəssüf edicidir ki, bu muzey hal-hazırda belə bir, yəni evi demək olar ki, belə bir vəziyyətdədir. Baxmayaraq ki, Gürcistanda yaşayan minlərlə Azərbaycanlı, xaricdə yaşayan nə qədər bizim soydaşlarımız var və təbii ki, ümid edirik ki, bunlarda bir bu hörmət hissi, dəyər hissi oyanacaq və təbii ki, eyni zamanda da müəyyən qurumlar bu məsələ ilə bağlı maraqlanacaqlar və eyni zamanda təbii ki, çatdırmaq istəyirik biz bütün icmaya ki, Hüseyin Saraçılı nə dərəcədə dərin və bizim üçün tarixi və önəmli bir şəxs olub. Biz çalışacağıq ki, təbii ki, onun bu yaşadığı evi təqdim edək bizim icma üzvlərinə və bu ildə onun eyni zamanda yubileyidir və o zaman daxil olaq
onun yaşadığı evə və eyni zamanda burada təbii ki, onun şəxsi əşyalarını da görəcəyik. Biz hal-hazırda Hüseyn Saraçoğlu'nun evinin içindəyik və Hüseyn Saraçoğlu nə vaxt dünyaya gəlib, burada nə qədər yaşayıb, yəni ömrün sonuna kimi burada mı yaşayıb? Hüseyn Saraçoğlu 1916-cı ildə bu Borçalının qədim qaim kəndlərindən biri olan Salasıt kəndində anadan olubdur. Burada yaşayıb, bunun atasının evi olubdur. Burada sonra Hüseyn Saraçoğlu yaşayıb. Sonraki müəyyən vaxtdan sonra bu evdə biraz restavrasiya işləri də gedibdi. Və uzun illər, ta ömrünün sonuna qədər Hüseyn Saraçoğlu məhz bu evdə yaşayıbdır. Onun ailəsi bu evdə olubdur. Hüseyn Saraçoğlu'nun gənclik vaxtından o bir neçə ustada qulluq eləyibdir. O cümlədən Sarvan Bayrama, Aşıq İsmailə bir neçə ustaddan dərs alıbdır. Sonra yavaş-yavaş deməli özü bir zaman keçdikcə böyük bir ustada çevrilibdir. Ustad aşıq olmaq üçün də bilirsiniz ki, onun kriteriyaları var. Ustad aşıq gərək saz çala bilsin, gözəl səsi olsun, dastanları bilsin, klassik havaların hamısını çala bilsin, dastan düzüb qoşa bilsin və eyni zamanda sonda o bir neçə şagird yetirməli idi. Əlbəttə biz bunu indi söhbətimiz vaxt hamısını izah edəcəyik. Əvvəlcə bir Hüseyn Saraçoğlu'nun haqqında bir bizim tamaşaçılara da bir məlumat, geniş məlumat verək. Orada onun belki konsert haqqında məlumatdır. Bəli, afişalardır, o Bakıda bəli. Borçalı aşıqlarının konserti. Deməli, 20-ci Məmməd Sadaxlı, Sədi Ulaçlı, Əhməd Sadaxlı, Nadir Səmədov. Deməli, Samira xanım, 20-ci yüzil Borçalıda aşıq sənəti ən yüksək zirvəsini yaşayıbdır. 19-cu əsrin sonu və 20-ci əsrin tam demək olar ki. Bu müddət ərzində o vaxt Tiflis Güney Qafqazda Tiflis mədəniyyət mərkəzi hesab olunurdu və həm Azərbaycandan, həm İrandan, həm Türkiyədən, Orta Asiyadan və Kuzey Qafqazdan bütün sənətçilərin hamısı buraya cəmləşmişdi. Demək olar ki, bu mərkəz aşıqlıq mərkəzidir. Ona görə də ən yüksək, aşıqlıq sənətinin ən yüksək zirvəsini 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində yaşadı. Gürcüstan, Borçalı da buranın əlbəttə bir parçası idi və bunun içərisində pərvazlanan Aşıq Hüseyn Saraçoğlu o qədər yüksəklərə qalxa bildi ki, sənətdə o qədər yüksək seviyyə qalxa bildi ki, o artıq bütün türk dünyasında tanındı. Adından, sanınla, ününlə. Yəni günü bu gündə Hüseyn Saraçoğlu'nun adı gələndə hər bir türk ölkəsində, hər bir türk şəhərdə, hər bir türk vilayətində Hüseyn Saraçoğlu'nu tanımayan yoxdur. Onun səsini dinləməyən yoxdur. Hüseyn Saraçoğlu'nun bir xoşbəxtliyi ondan ibarət oldu ki, o ömrünün heç sonları da olsa artıq bu elmin, texnikanın, elektronikanın gözəl vaxtına düşdüyünə görə ondan çoxlu deməli müəyyən lentlər yazıya alına bildi. Xeyli məlumatlar əl çatandı. Bəli, bəli. Hüseyn Saraçoğlu sənətkarlığından başqa onun da ən yüksək xüsusiyyətlərindən biri idi ki, mən bunu məsuliyyətlə deyirəm. Heç vaxtı indiyənə qədər, bəlkə əvvəl vaxt olubdur, biz ona əlimizdə fakt olmadığı deyə bilmirik. Ya, bugünkü günüdə Hüseyn Saraçoğlu kimi dastan danışan ikinci bir aşıq olmayıbdır, nə də olmayacaqdır. Çünki həm də hazır cavablığı ilə. Hazır cavablığı, dastanı Hüseyn Saraçoğlu o cür danışırdı ki, Hüseyn Saraçoğlu danışanda sanki o dastana deyil, hansısa biz filmi qulaq asırsan. Hüseyn Saraçoğlu aşıqlıqdan tələb olunanın biri də aktyorluq idi. Hüseyn Saraçoğlu çox güclü aktyor idi. Məsələn, o danışanda hadisələr dastanda İranda gedirsə, İran ləhcəsindən danışırdı. Azərbaycan dili İran ləhcəsi. Türkiyədə Karsda gedirsə, bu sanki Karsda onların öz ləhcəsindən danışırdı. Gürcüstanda olanda öz ləhcəsindən danışırdı. Yəni, bunun təkrar olunmaz ikinci belə bir aşıq yox idi. Hüseyn Saraçoğlu ən böyük xüsusiyyətlərindən bunun biri o idi ki, o 20-dən artıq şagird yetirdi. Bu şagirdlərin hamısını ustad səviyyəsinə gətirib çıxartdı. Hüseyn Saraçoğlu gözəl şair idi. Gözəl şeirləri var idi. Şair kimi də çox bir tanınmışdı. Onun kitabları çap olunubdu, əsərləri çap olunubdu. Biz belə baxırıq ki, bu ev elə
bizim keçmişdə adətən evlər necə olurdu? Eyni ilə qalır, bəli. Şüşəbənd, aynəbənd deyirik. Bəli. Orijinallığında saxlanır. Siz danışdıqca mən fikirləşirdim ki, belə bir mənzərədə doğulan, yaşayan insanda doğrudan da ki, yəni yaradıcılıq hissi təbii ki, yüksək olardı. Baxmayaraq ki, ev təbii ki, onun vaxtından sonra təmir olunmayıb, necə şəkildə qalıb, elə ancaq öz orijinallığı, öz köhnə deyək ki, əvvəllər necə taxta ilə pəncərələr örtülürdü, eyni şəkildə qalıb, eyni zamanda dəmirlər və s. Və görürük ki, bu ev 3 hissə otaqdan ibarətdir əsasən. Bu böyük ehtimalla salon və burada da biz bu otağa daxil olanda da görürük ki, burada da onun əsasən afişalar var. Deməli, Hüseyn Saraslı Gürcüstanda yeganə aşıqdır ki, o Gürcüstanın əməkdar mədəniyyət işçisini almış yeganə aşıqdır Hüseyn Saraslı. Yəni, ikinci başqa bir aşığa verilmişdir. Hüseyn Saraslı yeganə aşıqdır ki, 7 filmdə, Azərbaycanın 7 filmində iştirak edir və çox xoşbəxtlikdir. Hətta güclülər belə öz bədii filmlərin birində, İlk Baxışdan Məhəbbət filmində Hüseyn Saraslı və onun şagirdləri həmin filmdə iştirak edir. Sadəcə afişalara baxıram və burada qeyd olunur müəyyən tarixlər, vaxtlar və görünür ki, o vaxtlar bunların maraqlı konsertləri keçirilmiş. Məsəl üçün, burada yazılır, Saraçılı aşıqlar qonağımızdır, dəyişmə gecəsi olacaq. Və burada müəyyən tarixlərdə qeyd olunan aşıqlar gecəsi, Borçalı aşıqlarının konserti, Məmməd Sadaxlı, Sədi Ulaçlı, Əhməd Sadaxlı və s. Bu əşyalar elə onun özünün şəxsi əşyalarıdır, özünün zamanında qalan əşyalardır. Qalmış əşyalardır və ümid edirik ki, həqiqətən muzey olduğu zaman bunların hamısı da İnşallah hamısı, bəli. Ki, qorunub saxlanacaq. Əslində bunlar hamısı, yəni indi çox nadirən antik əşyalar hesab olunur artıq. Nadirən tapılan əşyalardır. Çünki əvvəllər heç dəyər verməmişik bu şeylərə, əşyalara. Bəli, bunlar da təbii ki, ən çox mənim bu evdə diqqətimi çəkən bu taxta aynəbəndlər oldu. Mənim yadımdadır, mənim nənəmgilin evində məhz belə qalmış. Sonra təbii ki, bunlar hamısı uçuldu və fikirləşirdik ki, müasirlik daha yaxşıdır. Ancaq o vaxtlar soyuqdan qoruyurdu. Bir çox filmlərdə onun saz ifaları qeyd olunub. Hətta xüsusən elə Gürcü filmlərində onun saz ifalarının orada qeyd olunması bu xüsusi əhəmiyyət daşıyır. Təbii ki, Azərbaycan dilli filmlərdə bu bizim üçün ola bilsin ki, bəlkə gözləniləndir. Ancaq dil bariyerinə görə, mədəniyyətlər arası fərqə görə həmin deyək ki, o mədəniyyətə də çatması bu iki qat böyük bir uğurdur. Mən sizə bir şey xatırlatmaq istəyirəm. Bu Tütək Səsi filmi var. Bu film bütün indiki deməli zamanında hamının baxdığı bir filmdir. Hamının hər onu televiziyada təkrar göstərirlər. Orada bir epizod var. İsfəndiyar kişi, bir qoca kişi epizodu var. Orada bir ruhani havas səslənibdir. Filmin ssenari müəllifi İsa Muğannadır, İsa Hüseynov. Bizim əslən Ağstafa Qazax mahalındandır. Onun o filmdə səsləndirən ruhani havas üstə uzun müddət həm böyük müzakirələr oldu, tartışmalar oldu. Hətta yazanlar oldu, bu oldu, filan oldu. Fərqi yoxdur. İstər Hüseyn Saraslı olsun, istər Aşıq Şenlik olsun, istər Deyək Xəstə Qasım olsun, istər Aşıq Ələsgər olsun, hamısı Türk xalqınındır. Hamısı bir. Biz bunu fərq qoymuruq bunlara. Hamısı bizim üçün doğmadır. Orada səsləndirilən havanın kim olduğu barədə çoxlu çəkişmələr, tartışmalar oldu. Mən bütün bunların hamısını kimisə bu dediyi, kimisə ona inanmaq, birinə inandım da, birinə inanmadım da. Amma televiziya ilə şəxsən həmin müəllif İsa Muğanna dedi ki, təxminən bir neçə aşıq, 25-ə yaxın aşıq dəvət olunubdur. Onların musiqiləri dinlənib, çalğısı kiminki qəbul olub Hüseyn Saraslı'nın. Həmin filmdə səsləndirilən o məşhur ruhani havası Hüseyn Saraslı ifa edibdir. Onun ifasıdır. Biz indi keçək digər üçüncü otağa, harada ki, həmin otaqda onun daha çox şəxsi əşyaları qorunub saxlanılır. Böyük ehtimalla yəqin ki, iş otağı olardı. Çünki burada daha çox onun şəxsi əşyaları var, geyimləri, papaqları, şəkillər, əşyalar və eyni zamanda sazı. Özünün bəli şəxsi sazıdır. Bu əşyalar hədiyyə veriləndir özünə.
Qaliyanıdır, filandır. Bütün bunlar haqqında bugün yanımızda olan bu elin bir evladı, bir Borçalı balası. Düzdür, araşdırmaçılarımız da çoxdur, elm adamlar da çoxdur, kitab yazanlarımız da çoxdur. Amma Hüseyin Saraçlı bu gün hələ tam ortaya qoyulmuyub. Hüseyin Saraçlı haqqında elə bil ki, indiyənə qədər çap olunanlar, deyilənlər çox cüzi bir hissəsidir. Çox sağ olsun bizim Rəşad bəyə, Rəşad Əliyev, Rəşad Saraçlı, Bakıda yaşamasına baxmayaraq, Hüseyin Saraçlı irsinin deməli son məktublarına qədər 200-300 məktubu var bu arxivdən götürüb. Onun bütün əşyaları, haqqında yazılan yazılar, dastanlar, əl yazma nəyi var hamısını toplayıb. Mən ona görə minnətdarlığımı bildirirəm. Əgər bunların hamısını Allah qoysa bir nəfər yəqin ki, bir sponsor falan tapılacaqdır. Hüseyin Saraçlının bir cilt yox, 2 cilt yox, ən azı 4-5 ciltlik onun o irsi toplanıb çap olunacaqdır. İndi bunlar haqqında Rəşad bəy məlumat verəcəkdir. Hüseyin Saraçlının bir heykəl haqqında da bir kəlmə demək istəyirəm. Hüseyin Saraçlının bizim həmyerlimiz var idi, Estoniyada yaşayırdı. O böyük bir ayaq üstə, özdə biraz hərəkət eləyən, belə bu cür hərəkət eləyən böyük bir heykəlini düzəldibdir Estoniyada. Çox təəssüflər olsun ki, indi onun şəkilləri var. İzinə düşmüşük, tapa bilmirik haradadır. İnşallah o olsa mütləq bizim dövlət rəsmilərinə biz müraciət eləyəcəyik. Mən onu şəxsən özüm boynuma götürmüşəm. O heykəli oradan buraya gətirib. Böyük bir. Burada onun ev muzeyinin qarşısında onun heykəli qoyulmalıdır. Büstlər var. Başqa Türkiyədə də var büstü. Bilirsiniz ki, kəndin mərkəzində də var. Burada ev muzeyində də var. Rəşad bəy, sizi salamlayıram. Təşəkkür edirik təbii ki, sizin könüllü bu fəaliyyətinizə görə və biz burada gördük ki, Hüseyin Saraçlı'nın burada özünün şəxsi sazı və digər əşyaları və çox yaxşı olardı ki, siz onunla bağlı xatirələrinizi, fəaliyyətinizi, eyni zamanda onun dastanları, əsərləri haqqında ümumiyyətlə nə araşdırırsınız, nə toplayırsınız, onun haqqında bizim icmamıza, yəni bilmədikləri məlumatları çatdırardınız və hətta görürük ki, burada onun nə qədər şəxsi əşyaları var, toplanıb. Çox sağ olun Samirə xanım. Salamlayıram mən də sizi, Mahmud müəllimi. Təşəkkür edirəm gəlib böyük ustadı işıqlandırdığınız üçün minnətdaram. Belə ki, mən Hüseyin Saraçlını araşdırmağa o vaxtdan başladım. Baxdım ki, hara gedirəm bu kişinin haqqında o qədər gözəl xatirələr danışır, o qədər sözlər, məlumatlar danışırlar. Ancaq baxıram bunlar yoxdur. Yazıda, nə kitabda, heç bir yerdə yazılmayıb. Mən başladım bunları araşdırmağa, bir çoxları. İndi məndə haradasa bayaqlar Mahmud müəllim dedi, bir 4-5 kitablıq azından materialı var, bir 200-dən artıq məktubu var, bir 1000-ə yaxın teleqramlar var. SSR müxtəlif yerlərindən gəlmiş teleqramlar, hətta xarici ölkələrdən gəlmiş məktublar, mükafatları. Deməli, bu sazını dediniz, bu sazı 1933-cü ildə Hüseyin Saraçlı 1926-cı ildən ilə saz çalmaqsının da bu illəri 100 illik idi. 1926-cı ildən saz çalmağa başlasa da, hətta Borçalı aşıqlarının Bolnisdə 27-ci ildə keçən yığıncağında orada Hüseyin Saraçlı da olub, ancaq ustadın yanında şəhid olub, balaca bir uşaq olub. Elə oranın xatirə şəkildə Hüseyin Saraçlıdan yayımlanıb. 26-31-ci ildə Saraçlı Aşıq İsmailə qulluq edib. 31-33-cü ildə atası güllələndikdən sonra Quşçu İbrahimə qulluq edir. Quşçu İbrahimlə Tiflisdə olimpiyadada iştirak edəndən sonra Quşçu İbrahim deyir, artıq sizi sərbəst aşıqlıq edə bilərsən. Sonra o başlayır sərbəst aşıqlığa başlayanda eşidir ki, bir İranlı Aşıq Əli olub. O da Tiflisdə məşhur aşıq olub. Aşıq Sadıq Sultanovla deyişir. Nəysə də bağlanır ona. Bir müddətdə Sadaxlı kəndində qəssablıq eləyir. Qəssablıq eləyir, artıq bunu bağlandığına görə heç bir aşıq məclisinə aparmırlar, məclislər aparmırlar. Müflisləşir və köçüb İrana getmək istəyir. Keçmək istəyəndə yol pul olmur, sazı satdığa qoyur. Və Hüseyin Saraçlı eşidir ki, bu İranlı sazı satır. Gedir, bax, həmin bu sazı 1933-cü ildə Hüseyin Saraçlı 1933-cü il burada qeyd olunub. İndi sədəflərin bir ikisi düşüb.
və bu sazı o İranlı Aşıq Əlidən alır, ilk sazı ustadının yanından ayrılandan sonra. Başqa sazı da ki, biri Azərbaycan Dövlət Mədəniyyəti Muzeyindədir Bakı şəhərində, o birisi Sədəfli sazı da isə biri sazı da Orta Asiyadadır. Orta Asiyada deməli 74-cü ildə Qazaxıstan, Qırğızistan, Türkmənistan, Özbəkistanda olub. Hətta Qırğızistanda Bimar Mehralı adında bir şair qızıl saat bağışlayıb Hüseyn Saraçlıya. Hüseyn Saraçlıya onun tarixini dəqiq bilmirəm. İrandan Hüseyn Tərani adında bir şəxs gəlib. Hansı ki 76-cı ildə Hüseyn Saraçlının haqqında film çəkilib. Barmağında böyük üzük var. Həmən o üzüyü 76-cı ildən əvvəl, ilini dəqiq bilmirəm onu. O İrandan gəlmiş Hüseyn Tərani bağışlayıb o böyük qızıl üzüyü. Ancaq 68-ci ildə isə Mollayev Bayram müəllim Kəpənəkçi kəndində qızıl üzük bağışlayıb. Ondan əlavə də başqa-başqa. Burada biz baxırıq, bu saz hardadır? Bu hazırda, bu saz Bakı şəhərindədir. Əsas sazı hansı olub? Ən çox dastanları danışdığı bu sazdır. Burada yəqin bunlar onun əl yazmaları Bəli, burada əl yazmalarıdır. Bunlar o dünyasını dəyişəndə onun bu mükafatları ki var, medalların hərəsini bir-bir bu balış yastıqların üzünə tikib sinəsinə düzüblər. Bu da mükafatlar, indi bəziləri burada yoxdur, Bakıdadır. İnşallah gələn səfər onlar da bura sağlıq olsun, muzey olsun bura. Muzey olanda Niyə görə hələ bu şəxsin muzeyi yoxdur? Bununla bağlı hər hansı bir cəhdlər, müraciətlər olubmu? Müraciət olunub, bəli, dəfələrlə sadəcə olaraq söz verən çox. Hələ istək yoxdur bununla bağlı. Bəli, əməl eləyən yox. Amma bir çox adamın istəyidir. Bu adam, necə deyərlər, ömrünü bu 10 yaşından bu aşıqlıq sənətinə özünü həsr eləyib, ömrünü həsr eləyib. Hətta 77-ci ildə ilk dəfə Dədə Qorqud obrazını aktyorlar evində canlandıran da Hüseyn Saraçlı olub. Amma qiymətini almayan bir sənətkardır. Bu dərəcədə bunun arxivi var. 76-cı ildə haqqında çəkilən filmdir. Gürcüstan dövləti dəfələrlə teleoçirklər çəkib haqqında. Ancaq qalıb bilə baxımsız vəziyyətdə. Bunu da öz əlinlə Həzrət Abbasın şəklini asıb bura. Bunun əhvalatını istəyirəm bir balancına söhbət edeyim. Deməli, Bəxtiyar Mahmud müəllim məlumat verdi Tütək Səlsə filmində. Vaxtilə Hüseyn Saraçlını 30-cu illərdə atası güllələndikdən sonra Pantürküs adı ilə həbs eləyiblər. Deməli, əvvəlcə hardasa 8 ay həbsdə olub, 2 ay Qullar Safozunda, 6 ayda Ortacalı həbsxanasında. Orada gecə buna yuxuda deyirlər ki, ilin ayın axır gecəsi, il axır çərşənbə, Novruz bayramı, həm də Məhərrəmli ayında. Yuxuda buna deyirlər ki, dur Həzrət Abbası çağır, sabahla səni buraxacaqlar həbsdən. Yəni bizim bu kənddə elə qeyd olunmur Məhərrəmlik. Nəysə, elə də durur, yuyunur, namaz qılır, Həzrət Abbası çağırır, yatır. O haqda bir şeiri də var. Yatır, elə də səhər doğrudan da səhər açılır, qapını açırlar, Həsənov Hüseyin Qurbanoğlu səni buraxırıq azadlığa. Həmən gündən özünə ant içir, söz verir ki, mən ömrümün axırına kimi Həzrət Abbas dilimin əzbər olacaq və Məhərrəmli ayında saz çalmayacaq. Ondan sonra bir 30 il sonra, nə qədər sonra bir dəfə toya gedir, geri gəlir ki, evi yanır, hətta arxivinin bir hissəsi çox uyanıb. Bacısı söhbət edir ki, əsəbindən az qalırdı ağlıya ki, mən sözümə əməl eləmədim, arxivim də yandı, mən and içmişdim. Sonra Tütək Səsi filmi çəkiləndə, 2 dəfə buna telegram vururlar. Birincidə getmir. Tütək Səsi filmi çəkiləndə də yenə Məhərrəmlik ayı olur. Məhərrəmlik ayı olur. Bacısı deyir, gəldi, gördüm Bakı şəhərinə, qanı qaradı deyə dedim ki, ay Hüseynlərlə nə olub? Deyir, mən bunlara demişəm ki, Məhərrəmlik ayında mən saz çalmıram. Mən bir dəfə sözümə əməl eləmədim, saz çaldım, evim yandı.
mən and içmişəm. İndi də ki, çağırıblar Tütək səs filmində saz ifa edəsən. Bu da deyir ki, dedim ki, bir 40 il keçib, 35-40 il keçib, bir dəfə qaradan çıxdın, evin yanında ondan da qutardı, indi heç sad olmayacaq. Məcbur bunu göndərirlər və sonra gələndə gördüm, deyir, kefi köyütdü, deyir, 2 tərzdə ruhani havası ifa elədim və elə onunla da o ruhani havasının möhürünü həmən filmdə vurdu 75-ci ildə.